Əgər sistemlə bağlı hər hansısa bir probleminiz olarsa, dəstək xəttinə qoşulmaq çox asandır. Bunun üçün sadəcə profil işarəsinə ən yuxarıda sağda basırsınız. Ondan sonra orada X-in yanındakı o qulaqcıq işarəsinin üzərinə basırsınız. Burada sizin üçün 4 dənə seçenek verir ki, siz onlardan danışasınız. Live chat, WhatsApp, Line, bir də Telegram. Yəqin ki, bunlardan Line-dan başqa hər biri sizin üçün uyğun olar. Telegramdan da danışa bilərsiniz, WhatsApp-dan da, live chat-dan da. Live chat yazdıqda burada sadəcə adınızı, soyadınızı yazırsınız. Məsələn, mən buraya yazıram Cabbar. Burada yazaq Cabbar, bu yəni elə də önəmli deyil. Buradan dili seçirsiniz. Hansı dildə sizə cavab verməklərini istəyirsinizsə, o dili seçmək lazımdır. Mən türkçə seçəcəm, çünki bizə ən yaxın dil budur. Və bundan sonra bu qədər asandır ki, biz onların bir təmsilçilərinə qoşulaq. Bundan sonra nə sualınız varsa, hər birini rahatlıqla yazıb soruşa bilərsiniz. Eyni qaydada, əgər live chat istəmirsinizsə, məsələn, WhatsApp-la danışmaq istəyirsinizsə, o zaman WhatsApp-ın üzərinə yox, o zaman da Telegramın üzərinə tıklayacaqsınız. Tıkladıqdan sonra bu cür bir səhifəyə yönləndirilir. Burada da hansı dil sizə uyğundursa, həmən o dili seçərək onlarla chatlaşmağa davam edə bilərsiniz. Bütün problemləriniz nə varsa, hər birini burada qeyd eləsəniz, onlar sizə hansı ölkədə olduğunuzu və hansı təmsilcinin sizə daha yaxın olduğunu aşkar edərək sizi birləşdirib probleminizi həll edəcəklər.